Pəs bir maraqlı bir sualım. Bəli. Kofe sektoruna necə oldu ki, gəldiniz? Hmm. Yəni Azərbaycanda bir çay mədəniyyəti var. Bəli. Bir çayxor kimi tanınan bir ölkədə necə oldu ki, qərar verdiniz? Çox maraqlıdır ki, çay içən ölkənin çay dəmlədiyi alətin adı qəhvədandır. Yəni bu da maraqlı bir Çox maraqlı faktdır. Qəhvədan deyirlər də. Əslində mən müəyyən qədər bunun araşdırmasını eləmişəm. Belə ehtimal var və əslində real əsaslı belə araşdırma da var ki, əslində çaydan qabaq biz kofe ilə tanış olmuşuq. Yəni ölkə olaraq və nəzərə alsaq ki, ölkənin yerləşməsi belə deyim də İpək yolu xəttinin üzərində ola bilməz ki, burada biz kofe içməyək. Əlavə olaraq yanımızda olan qonşu ölkələrdə, Türkiyədə, Gürcüstanda və ya nə bilim hamısında kofe mədəniyyəti var. Ola bilməz ki, bizdə olmasın və s. Və hətta məsələn ola bilər tarixin səhv deyə bilərəm. Mənim bir dostum var, Rəsul Həsən. O bizim belə deyim də, yəni as dizaynerdir. O bir dəfə mənə bir şəkil tapmışdı, göndərmişdi belə şeydən, arxivdən. Səhv eləmirəmsə 1940-cı illər idi. Lənkəranda bir dənə kafeteriya var idi. Üstündə də kofe yazılmışdı belə böyük hərflərlə. Yəni bizdə əslində yəni bu çay belə deyim ki, SSR vaxtı daha çox belə məşhurlaşmış, önə çıxmış bir şeydir. Amma təbii ki, biz çay ölkəsi ona görə demək olar ki, bizdə çay yetişdirilir. Yəni çay plantasiyaları var və s. Bəs sən necə oldu ki, qərar verdin? Mən birinci çay içdim. Birinci çayla tanış oldum. Şirin çayla özdə. Yəni uşaq vaxtı bizə şirin çay verirdilər. Mənim kofe ilə tanışdığım əslində təsadüf olmayıb. Yəni mən ümumiyyətlə bu barədə bizim sizin forumda da danışmışdıq, belə yetəri qədər. Düzdür, çox uzun danışmışam bu arada, sonradan fikir. Baxdınız video. Çox uzun danışmışam, amma belə də o ürəyimdə olan və çatdırmaq istədiyim şeylərin hamısını çalışırım, çatdırım və ümidvaram ki, belə maraqlı olub. Mən 2007-də 7-ci sinifdə oxuyurdum və həmin dövrlər xidmət sahəsində tanış olmuşam. Yəni bir oteldə bellboy olaraq, belə deyim də, ümumiyyətlə oteldə işləməyə başlamışam və o vaxtda yay tətilində atam orada həmin otelin tərkibində işləyirdi və ondan xahiş etmişdim ki, mən ora necəsə işə düzəltsin və s. və həmin dövrlər məndə xidmət sahəsində otel atmosferi mənə çox belə özünə bağlamışdı